Eynək şüşələri ilə əlaqəli bir problemimiz var. Məsələn, bizə soruşur, ay doktor, biz bunu incəldəkmi, nə qədər incəldəkmi? Öncəliklə incəltmə prosesi deyə bir proses yoxdur. Yəni ki, siz düşünürsünüz ki, şüşəni götürürlər, qalın bir şüşəni, sonra kimsə onu yonmağa başlayır və bu şəkildə incəlmiş şüşə olur. Amma maliyyəti nədənsə ciddi şəkildə yüksək olur. Elə deyil. Normal standart şüşələrin indeksi var. Yəni ki, şüa düşür, şüa qırma indeksi. Təqribən 1,50 kimidir bu indeks. CR39 bir plastik maddə istifadə olunur. Amma daha yüksək indeksli, biraz daha bahalı materiallar istifadə olunduğu zaman onların qırıcılıq indeksi 1,67 ola bilər, 1,74 ola bilər. Onlar daha incə olur. Özəlliklə kənarlara görə çox daha fərq eləyir. Məsələn, standart şüşələr çox qalın kənarlar ola bilər. Bunlar da incəlmiş olur. Və beləliklə daha yüngül bir şüşə əldə etmiş oluruq. Eyni zamanda daha davamlı bir şüşə əldə etmiş oluruq. Amma təbii ki, bunun maliyyəti artır. Hamıya lazımdırmı bu şüşə? Bir sonraki videomuzda.